küsmem ay ceylanım. Sen huri sen yoksa melek, dilin şirin özü göyçe, ağlarsa bir ateşten, alışmağa ay ceylanım. Ağlarsa bir ateşten, alışmağa ay ceylanım. Ceylanım ay ceylanım, küsme benler ay ceylanım. Ben küssem de eybi yoktur, sen küsme gel ay ceylanım. Yar gele yarın qeydinə, qala yalvara yalvara, hərdən içmiş köllüdür, qala yalvara yalvara. Yar gerek yarın eydine, kana yalvara yalvara, minnaz ile kol boynuna, sana yalvara yalvara. Yalvara yalvara, kaldım yalvara yalvara. Oldusa yalvara yalvara, qaldım yalvara yalvara. Az qalmışdı toyumuza, yasakladı gələn yaza. Az qalmışdı toyumuza, yasakladı gələn yaza. Ay qarşımdakı insafsıza, qaldım yalvara yalvara. Qarşımdakı insafsıza, qaldım yalvara yalvara. Yara yalvara yalvara, qaldım yalvara yalvara. Ay yara yalvara yalvara, qaldım yalvara yalvara. Ay o tayda durdu yar, boynunu vurdu yar. Rəfiqənin sözləri qəlbimi oydu yar. Otayda durdu ya, boynunu vurdu ya, yayın ağzı sözleri kalbimi kırdı ya. Leyla leyla leyla, söyle söyle söyle. Söylerize zamandı, yaraşlar kemandı. Söylerize zamandı, yaraşlar kemandı. Teşekkürler, teşekkürler. Aman aman huy, yaxşı kaman huy. Gəl alım Günel xanım, dil bilməz. Günel Hanım, verilişimizə teatrdan qonaq gəldiyi üçün, bax İlham müəllim də ona bir teatral olaraq, bax belə bir jest elədi. Axşamınız xeyir olsun mənim əzizlərim, dəyərli MTV Azərbaycanın daimi izləyiciləri, Solo Star istedadlar yarışını dəqiqə-bə-dəqiqə, an-ba-an izləyən dəyərli tamaşaçılarımız, önəmli gündəyik bugün mənim əzizlərim. Bugün bilirsiniz nə baş verəcək? Nə olacaq bugün? Tufan kopacaq. Tufan kopacaq. Qalib olacaq. Kim olacaq? Əziz tamaşaçılarımız, bugün həqiqətən Solo Star 2 üçün önəmli bir gündür. Bizim burada 3 qəhrəmanımız, 3 iştirakçımız var. Bax bu 3 iştirakçı 20 nəfər Solo Star yarış iştirakçıları arasından bu günə qədər sizin rəyləriniz, sizin SMS-ləriniz, sizin sevginiz sayəsində finala doğru addım-addım gəldilər. Və bugün məlum olacaq ki, 3-cü yerin qalibi kimdir? Fəriddirmi? Aydan mı? Yoxsa Rusif? Kim deyəcək bunu? Tamaşaçılarımız deyəcəklər. Və bugün bizim çox
dəyərli musiqili qonaqlarımız var, mənim əzizlərim. Hər zaman bilirsiniz ki, fəxri qonaq olaraq biz sizin sevdiyiniz insanları bura dəvət edirik ki, sizin gözünüz, könlünüz açılsın, həm də ən gözəl musiqiləri məhz MTV Azərbaycanın efirində Solo Star'da dinləyəsiniz. Və biraz öncə Rəfiqə xanımın ifasında gözəl bir aşıq havasını dinlədik. Xoş gəlmişsiniz proqramımıza. Bu bayram ərəfəsində, bu gözəl günlərdə biz də sizin bayramınızı ürəkdən təbrik edirik mənim əzizim və bugün qonaqlarımız arasında, fəxri qonaqlarımız arasında Nərmin xanım var, ürəkdən salamlayın. Belə qız olmaz, qız olmaz. Əzizlərim, bir-birindən gözəl musiqilər proqramımızın sonuna qədər bizi müşayiət edəcək və dediyim kimi bugün Solo Star 2 yarışının 3-cü yer qalibini sizinlə bərabər seçəcəyik. Nə deyirsiniz, hörmətli münsiflər heyəti? İlk olaraq kimdən başlayaq? Kimin ifasını istəyirsiniz? Axşamınız olsun Rana xanım. Mən yenə də MTV rəhbərliyi başda olmalı. MTV sevgiləri salamlayıram, sizi salamlayıram. Xeyirxah bir xanım deyərdim. Gənclərə cığır açan bir xanım deyərdim. Bu layihənin neçə gənclərin həyatında öz imzasını atdı. Onlar onu dansalar da, danmasalar da artıq hara geçsələr Solo Star adı ilə gedəcəklər və bizim dəyərli münsiflərə Elçin müəllim, Şahid müəllim, mən özüm şəxsən və fəxri qonaqlarımızı salamlayırıq. Mənim çox sevdiyim əzizlərim, dillərimin tanışlardır. Rəfiqə xanım, xoş gördük sizləri. Nərmin xanım, Kərim bəyli də bilirsiniz də, o performans, o səs, o gözəllik. Mən bunlara təşəkkür eləməkdən adımı bizimlə qoyublar sosial şəbəkələrdə. Təşəkkürlər kralı. Hər dəfə gəldim Rana xanıma təşəkkür edirəm ki, bu insanları mən görmürəm. Təkrarən deyirəm ki, ancaq mən Solo Star'ın sayəsində sizləri konsertlərdə görürük, salam, sağ ol, qaçırıq, proqramlarda sağ olsa, amma yanımda oturursunuz, zövq verirsiniz, xoş gəlmişsiniz deyirəm sizlərə. Bir yerdə əyləşirsiniz. Bugün gözəl bir gündür və yenə də söyləmək istəyirəm, biz kimdən başlayaq? Sizə verirəm. Bala İlxandan, Bala İlxandan, Bala İlxandan. Fəriddən başlayaq, əziz tamaşaçılarımız. Fərid Əziz bizim neçə nömrəli Fərid? 18 nömrəli bizim iştirakçımız. Hal-hazırda əziz tamaşaçılarımız Fəridə sizin göndərdiyiniz SMS-lərin faiz dərəcəsini diqqətinizə çatdırıram. 12,88%. Fərid buyur. Sən yerlər, sevgilisindən Fəridə xəbər. Solandan arın çiçəklər, gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı yar? Solandan arın çiçəklər, gözüm yaşla dolmasın mı? Gözün yaşla dolmasın mı? Dolmasın mı yar?
yerlerden köçmez oldum, dost düşməni seçmez oldum, eşqimə an biçmez oldum, könlüm harap olmasın mı ya? Soluslardan keçmez oldum, eşq ve an içmez oldum, öz düşməni seçmez oldum, könlüm xərab olmasın mı ya? Esen yeller, sevgilimden mənə bir xəbər. Esen yeller, soluslardan mənə xəbər. Solandan arın çiçekler, gözün yaşla dolmasın mı? Gözün yaşla dolmasın mı? Dolmasın mı ya? Solandan arın çiçekler, gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı ya? Eşk olsun. Sen bir güzel musikine devam edelim. Dolmasın ya. Bunun ürəyi doluymuş ki. Buradan uzak Gəncədir, tellər pəncə-pəncədir, ölüm Allah şidir, ayrılıq işgəncədir. Buradan uzaq Gəncədir, tellər pəncə-pəncədir, ölüm Allah şidir, ayrılıq işgəncədir. Ceyran amandı ceyran, halım yamandı ceyran, üç gün vədə vermişdim, üç ay tamamdı ceyran. Ceyran amandı ceyran, halım yamandı ceyran, üç gün vədə vermişdim, üç ay tamamdı ceyran. Əlimdə çin kasa, girdim bağa gilasa, ürəkdən oxuyuram, bəlkə yar qulaq asa. Əlimdə çin kasa, girdim bağa gilasa, ürəkdən oxuyuram, bəlkə yar qulaq asa. Ceyran amandı ceyran, halım yamandı ceyran, üç gün vədə vermişdin, üç ay tamamdı ceyran. Ceyran amandı ceyran, halım yamandı ceyran, üç gün vədə vermişdin, bir il tamamdı ceyran. Evləri o başladı, sürmə qələm daşladı, bircə bulsa istədim, ağlamağa başladı. Evləri o başladı, sürmə qələm daşladı, bircə bulsa istədim, ağlamağa başladı. Ceyran aman, halım yaman, ceyran aman, halım yaman. Ceyran amandı ceyran, halım yamandı ceyran, üç günü vədə vermişdin, bir il tamamdı ceyran. Ceyran amandı ceyran, halım yamandı ceyran, üç günü vədə vermişdin, üç ay tamamdı ceyran. Davam edirik əziz tamaşaçılarımız. Fərid Mən Ucu. Azərbaycan xalqımdan çox istəyirəm ki, mənə dəstək olsunlar, ikinci yer eləsinlər.
Dayıların dayısı Zamik dayıdan səs istəyirəm, Seymur əmdən səs istəyirəm, Kənan əmdən səs istəyirəm. Kimlər mənə dəstəkçi oldu bu gözəl yarışmada? Allah var eləsin. Asal səndən Nərmin xanım elə, yəni buradaykən sizdən də SMS istəyirəm, dəstəkçi olasın Vəssalam. sevənlərinizdən. Bu belədir. Kim gəlir Fəxri Qonaq xanımdan SMS istəyir? Heç nə, bu qədər. Gözəl, hal-hazırda tamaşaçılarımız SMS-lərimizə nəzər salaq. Bugün bilirsiniz ki, 2 nəfər arasında, Rusif və Fərid arasında duelimiz baş tutur. Yəni, ikisindən biri sizin göndərdiyiniz SMS-lərin sayəsində 3-cü yerin qalibi elan olunacaq. Hal-hazırda Rusif Əzizov 13,14% səslə irəlidədir. Fərid Əziz isə 12,83%. Və SMS-lərinizi göndərin, Fəridi yoxsa Rusifi 3-cü yerin qalibi etmək istəyirsiniz. Nərmin xanım, bu arada sizdən bir mahnı istəyirik. Amma ilk olaraq Fəridin ifasında Maraqlıdır ifası və ifadan başqa bu müsabiqədir istər-istəməz. Həyəcan var burada, əlbəttə ki, canlı ifadır. Bunlar hamısı anlaşılandır. Çox yaxşı enerjisi var. Səhnəyə yaraşan, bu çox böyük bir üstünlükdür. Və ümumiyyətcə, bilmirəm, gələcəkdə sırf ifa ilə məşğul olacaq və yaxud da başqa bir yolda özünü sınayacaq. Ən azı bu şou əhlinə aid olan bir insandır, bu bir mənalı. Çox sağ olun. və solistlar onu yetişdirdi. Bala Elxan Bəli. deyək, Bala Elxan deyək. Mən arzu edirəm ki, Fərid, yaxın zamanda sən özünü o dərəcədə gözəl ifadə edəsən, göstərəsən və Nərmin xanıma təklif edəsən ki, Nərmin xanım, sizinlə bəlkə bir duetimiz olsun. İnşallah, inşallah Allahın köməyi ilə. Həyatda hər şey mümkündür, niyə ki yox? Mümkündür. Buyurun, Nərmin xanım ifasında gözəl bir mahnı gəlir əziz tamaşaçılarımız. Sen sevgi kadını sevdin dünyanı hayatın Korkmadın sınavlardan boş verdin düşmeni yadın Her günün bir hediye Tanrı'dan mənə ruzudur Şükredirəm ona çünkü bizi yaradan koruyan odur Kadındır kadındır sevginin eşkin özü Kadındır kadındır hayatın şirin sözü Kadındır kadındır güzelliğin belə lap özü Kadındır kadındır Tanrı'nın verdiği gücü Kadındır kadındır sevginin eşkin özü Kadındır kadındır hayatın şirin sözü Kadındır kadındır güzelliğin belə lap özü Kadındır kadındır Tanrı'nın verdiği gücü Her günün bir hediye Tanrı'dan mənə ruzudur Şükredirəm ona çünkü bizi yaradan koruyan odur Kadındır kadındır sevginin eşkin özü Kadındır kadındır hayatın şirin sözü Kadındır kadındır güzelliğin belə lap özü Kadındır kadındır Tanrı'nın verdiği gücü Kadındır kadındır Sevginin eşkin özü Kadındır kadındır Hayatın şirin sözü Kadındır kadındır Güzelliğin belə lap özü Kadındır kadındır Tanrı'nın verdiği gücü Kadındır kadındır Sevginin eşkin özü Kadındır kadındır Hayatın şirin sözü Kadındır kadındır Güzelliğin belə lap özü Kadındır kadındır
təşəkkür Nərmin xanım, təşəkkür edirəm və əziz tamaşaçılarımız, inandırım sizi ki, bizim münsiflər heyəti bilirsiniz ki, bu neçə ay ərzində deyərdim ki, canlarını qoyublar bu uşaqların yolunda. Bax, tam səmimiyyətimlə deyirəm, yəni bu uşaqların səhnəyə çıxması, gözəl mahnıları təqdim etməsi, bunun üçün əllərində gələn-gəlməyən nə var, hər birindən istifadə ediblər. Və bizim bura dəvət etdiyimiz fəxri qonaqlar ki var, o fəxri qonaqlar da gənclərə dəstək olanda mənim ürəyimdən xəbər verirlər. Çox təşəkkür edirəm hər birinə. Bura gələn elə bir fəxri qonağımız olmadı bugünə qədər ki, bizim gənclərimizin əlindən tutmasın. Bax, indi də Nərmin xanım onu göstərdi. Bilirsiniz, bir gəncə bunu etmək, onu bilirsiniz nə qədər rövnəqləndirirsiniz, onun nə qədər, belə deyim də, enerji bəxş edirsiniz, o qürurlanır. Biz özümüzdə onun əksini bəzən yaşamışıq. Aha. Bizə qarşı bunu eləməyənlər olub. Özüm dövlət televiziyasında elə deyəcəm, təzə ilk addımlarımdan bir situasiyaya düşmüşdüm ki, bir çox tanınan bir qadın elə bir sərt formada mənlə davranırdı. İlk addımlarımda şok keçirirdim ki, bu nə belə mənə qarşı bir hilədirmi, nədirmi, niyə mənə qarşı? Amma o insan artıq çoxdan sözünü deyib. Amma mən özüm onu çox realda yaşadım. Ona görə heç kimə heç nəyi bu cür negativi yaşatmaq olmaz. Olmaz, bəli. Yalnız gənclərə dost dəstək. olmaq lazımdır, yollarını açmaq lazımdır. Zaten sənsiz də onlar bunu edəcəklər. Gözəl vasitəçi ol, bir savab qazan. Bəli, çox doğru. Və Rusiflə davam edirik. Əziz tamaşaçılarımız, Rusif Əzizov buyursun gözəl ifası ilə. Azərbaycanımın dilbər güşəsi, barlı bərəkətli astaram mənim. Azərbaycanımın dilbər güşəsi, barlı bərəkətli astaram mənim. Üstünə yaraşır talış meşəsi, Polad əzəmətli astaram mənim. Üstünə yaraşır talış meşəsi, Polad əzəmətli astaram mənim. Astaram mənim, analaylay mənim, mənim gözəl diyarım astaram mənim. Astaram mənim, analaylay mənim, mənim gözəl diyarım astaram mənim. İmanım, dinim, qibləgahım mənim, uzağı piri səcdəgahım mənim. İmanım, dinim, qibləgahım mənim, uzağı piri səcdəgahım mənim. Astaram mənim, analaylay mənim, mənim gözəl diyarım astaram mənim. Astaram mənim, analaylay mənim, mənim gözəl diyarım astaram mənim. Astaram mənim, analaylay mənim, mənim gözəl diyarım astaram mənim. Astaram mənim, analaylay mənim, mənim gözəl diyarım astaram mənim. Gönçə qızlarım var, torpağa bağlanan insanlarım var. Ulduzlara da gönçə qızlarım var, vətənə gələkli oğullarım var. Başa dik bu qarlı astaram mənim, vətənə gələkli oğullarım var. Başa dik bu qarlı astaram mənim. Astaram mənim, analaylay mənim, mənim gözəl diyarım astaram mənim. Astaram mənim, analaylay mənim, mənim gözəl diyarım astaram mənim. İmanım, dinim, qibləgahım mənim, ocağı pir səcdəgahım mənim. İmanım, dinim, qibləgahım mənim, ocağı pir səcdəgahım mənim.
güzergahım benim, Astaram benim, ana lay lay benim güzel diyarım Astaram benim. Astaram benim, ana lay lay benim güzel diyarım Astaram benim. Astaram benim, ana lay lay benim güzel diyarım Astaram benim. Gücan umeyde, Rusif handa umeyde. Bıcan bəşdi giyri və bun hat oluş, Bıcan bəşdi hanlağı bun hat oluş, Bıcan bəşdi giyri və bun hat oluş, Bıcan əsəməsi bəşdi heyran ayt oluş. Azərbaycan elimdir, mənim şirin dilimdir, neyniyəm qürbətdirir, Qarabağ vətənimdir. Mərd oğlu var, qızı var, Azərbaycanım, bağlayan olduzu var, Azərbaycanım. Mərd oğlu var, qızı var, Azərbaycanım, parlayan olduzu var, Azərbaycanım. Mərd oğlu var, qızı var, Azərbaycanım, parlayan olduzu var, Azərbaycanım. Mərd oğlu var, qızı var, Azərbaycanım, parlayan olduzu var, Azərbaycanım. Rusif Əzizov, əziz Nuranə xanım, tamaşaçılarımız. bilirsiniz nə baş verir? Nə baş Deməli, verir? mən, Nə baş verir? Rusif bilirdiyi kimi tamaşaçılar da bilirlər, hər kəs bilir ki, Şaiq müəllimin takımındadır, Bəli. amma mənim yerimdir. İndi mən Fərid üçün səs Belə istəyirəm bilmirsiniz, sinif yoldaşımdan, Rusif. o da talışdı. Bir də bizim rəhbərlikdə bir insan var, o da talışdı. Aha. Deyirəm ki, Fəridə səs verin. Deyir, mənim axı əlim gəlmir, axı talış oxuyur, mən necə deyir ona səs verir? Deyirəm, mənə görə Fəridə səs verin, o Şaiq müəllimin takımındadır. Rusif, bəxtin gətirəcəkdir, bütün talışlar sana baxırlar. Təşəkkür ederim hər birinizə. Eşq Fərid, olsun. bax. Cənub bölgəmizi sevirik. Bu dəqiqə fəslin elə vaxtıdır ki, Cənub bölgəsi yavaş-yavaş yaşıllaşır. Başa siz nə deyir Nuranə xanım, oxuyaq? Yox, Mahnı ilə dedi. siz də tərcümə edirsiniz. Sizə deyir, canım talışlarım, sizə qurban olum, SMS bığanda, SMS göndərin Elə deyir. deyirdi. Oxuya deyirdi mahnıda. İndi dədir. Bilirəm ki, başqa bir söz. Axşamınız xeyir olsun. Hər birinizə öncədən təşəkkür edirəm. Mənə dəstəksiz bu günə kimi. Bu üstlükdə varamsa sizin sayənizdə. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Nurana xanım, müraciətim var. Zəhmət Buyur. olmasa. Buyur. Aç dəftəri. Siyahısını Biz çıxartmayın. öyrəncəliyik uje. Ay maşallah. Kitablı. Atama Rəsula təşəkkür edirəm. Əmilərim Məmməd Həsən əmi, Səmid əmi, Sadonla əmi, Məzahir əmi, Mais əmi, Nəcəf əmi, Azad əmi, əmim oğlanlara təşəkkür edirəm, mənə dəstəkdirlər. Atamın əmisi oğlanları, Əjdər əmi, Ağa Hüseyn əmi, Zakir əmi, Rasif əmi, Həmidonla, Fayaz əmi, Hidayət əmi, Mahir əmi, Tofiq əmi, şəhid atası İzzət əmi, Zəfər Əmilər, əmi, öz Məktəb əmilər. müəllim, Dövlət və müğənni Şölə Xalıqov, Aytən Təsəlliyev, Türk sazı İntiqam Əzizov, Ceyhun, Peyman, səs operatoru İqbal müəllimdən dəstək gözləyirəm. Gitara ifaçısı Şahpur Aqiloğlu, Ayazdan, sindizator Ramid Şahverdiyev, Rəşad Qolamov, Tüləgivan kəndindən Davud müəllim, Saladdin müəllimə dəstəkdir. Çox sağ olsun. Sürət müəllim, Vüsal müəllim və ağa babama təşəkkürümü edirəm. Dayım Sərvana təşəkkür edirəm və dostları mənə dəstək olar inşallah. Elvin Kişiyev təşəkkür edirəm. Müğənni Ehtiram Kişiyevə dəstək olmağı gözləyirəm. Hələ siyahımız davam edir. Və atamın dayısı olanları Ağabala, Asəf, Asif, Babək, anamın dayısı oğlanları, əmsi oğlanlarından dəstək gözləyirəm. Mirşaiq, Elboruz, Yusif, Şirvan, Şahmar, Sakit, Vüqar və dostlarım Şəmşir, Ətrafil, Ramal, Rusif, Nail, Vasif, Şahmar və bütün kollektiv, iş kollektivdən təşəkkür edirəm ki, mənə dəstəkdirlər. Çox sağ olsun, var olun, hər birinizə təşəkkür edirəm. Rusif, ana tərəfdən sənə dəstək yoxdur, ancaq əmilər, əmi oğlular, əmi nəvələri. Hə? Dayılar, əmilər, məsələ burasındadır ki, 9 dənə əmimiz var. doğma, maşallah, maşallah. Maşallah olsun, Allah qorusun onları hər birinizə. Demək ki, hələm adamın 9 əmsi olmur. Yəni məndə biri də Hələ yoxdur. 16-dan danışın, 15-dən Nurayna danışın. xanım, 9 əmsi olan mənə elə gəlir ki, qalib olmalıdır. 9 əmsi mütləq. olan. Nuranə xanım, mən Bəli. də bir söz demək istəyirəm. Buyurun. Ümumiyyətlə, bugünkü çıxışlarla, Fəridlə başladıq. Deyim ki, Fəridin ifa elədiyi mahnı bəlkə də
ifa elədiyi mahnıların içərisində ən çox bugün xoşuma gələn mahnısı oldu. Aha. Yəni böyük bəstəkarımız Oktay Kazıminin səhv eləmirəmsə mahnısıdır. Emin Sabitoğlu, Emin Oktay Kazımi. Sabitoğlu. Əsən Yerlər həm də Zeynəb Xanlarova oxumuşdu və bu tamam fərqli bir stildə oxuduğuna görə həddən artıq çox xoşuma gəldi. Yəni çox maraqlı bir ifa göstərdi. O sonrakından da ikinci mahnısından danışmıram o heç. Amma Fərid eşq olsun, uğur olsun və Rusif. Rusif də maşallah belə baxıram bu boyda siyahıdan sonra Rusifin qabağında məncə dayanan olmaz. Vəssalam. Uğurlar. Aydan balamız da indi bugün çıxışını göstərəcək. Onun haqqında da fikirlərimizi bildirərik inşallah. Əslində bugün əziz tamaşaçılarımız Rusiflə Fəridin arasında duel olduğuna görə hələ ki Aydanın ifasını birazdan dinləyəcəyik. Amma Bu da dəstək olacaq. bəli, elə dəstək üçün burdadır, Yəni bəli. gecədə həyəcanlıdır ki, üçümüz də orada olacaq. Mən dir duyacam, amma mən gələcəm onlara dəstək olmağa gəlib. Gözəl, Aydanımı davam salamlayıram. edəkmi? Fərid, hazırlaş Fərid. Mənim təşəkkürlərimi edin, buyur. 2 dənə gözəl mahnımız var, ardıcıl veriləcək. İkincisi də sizin üçün Nurani xanım. Yəni, Təşəkkürləri siz başlayın onun üçün. yəni əziz tamaşaçılarımız özləri ssenarini yazırlar, özləri cızırlar. Əziz tamaşaçılarımız, mənim isə təşəkkürlərim var. Uşaq İnkişaf Mərkəzinin diqqətinizə çatdırmaq istəyirəm. Əziz valideynlər, əgər övladlarınızda autizmlə bağlı bir problem varsa, serebral iflikdən əziyyət çəkən uşaqlar, hər hansı bir nevroloji xəstəlikdən əziyyət çəkənlər, buyurub müraciət edə bilərsiniz. Ber David Mərkəzinin Bakıda açılan filialına, Uşaq İnkişaf Mərkəzinə. Zəhmət olmasa ekrana gəlsin görüntülər. David Eyxel və Yosifə Eyxel hər zaman sizin xidmətinizdədir və bu iki insan dünyada bu sahə üzrə xüsusilə autizm uşaqlarla işləməklə bağlı çox məşhur mütəxəssislərdir və nə qədər ki onlar Azərbaycandadır, biz bu fürsətdən istifadə edək. Dəyərli valideynlər, bilirik ki, xarici ölkələrə bir uşağın müalicəsi üçün getmək, 2 ay, 3 ay o ölkədə qalmaq, yaşamaq çox böyük xərclər hesabına başa gəlir. Amma bugün onlar, bu gözəl mütəxəssislər Azərbaycandadırsa, biz bu xərcləri yalnız və yalnız uşağın, övladın sağlamlığına xərcləyə bilərik. Buyurun, siz də müraciət edin. Telefon nömrəsini, Bakı filialının telefon nömrəsini diqqətinizə çatdırıram. 055 627 37 70. David Eyxelə və Yosifə Eyxelə hər ikisinə dərin təşəkkürümü bildirirəm. Və mənim əzizlərim, dəyərli yeniyetmələr, dəyərli abituriyentlər, tələbə adını qazanmaq istəyən bizim gənclərimiz. Həqiqətən savadlı olmaq, təhsilli olmaq hər kəsin arzusudur və siz bu arzunuza çata bilərsiniz. Globus xaricdə təhsil şirkəti sizə yaxından dəstək ola bilər. Anar Kazımovu salamlayıram və təşəkkürlərimi bildirirəm. Dəyərli gənclər, əgər qardaş Türkiyədə universitetdə təhsil almaq istəyirsinizsə, buyurun müraciət edin Globus xaricdə təhsil şirkətinə. Hə, sizi yəqin ki, bu sual maraqlandırır. Görəsən mən qardaş Türkiyədə istənilən universitetdə təhsil alaramsa, daha sonra aldığım diplom Azərbaycanda tanınacaqmı? Diqqətinizə bir məqamı çatdırmaq istəyirəm. Globus xaricdə təhsil şirkəti qardaş Türkiyədə elə universitetlərlə əməkdaşlıq edir ki, bu universitetlərdə təhsil alıb daha sonra aldığınız diplomlar Azərbaycanda, ölkəmizdə tanınır mənim əzizlərim. Ona görə rahat-rahat təhsilinizi davam etdirmək istəyirsinizsə, buyurun Anar Kazımova və Globus xaricdə təhsil şirkətinə müraciət edin. Təşəkkürlərimi bildirirəm. Və davam edirik. Fərid Əzizin ifasında əziz tamaşaçılarımız. Bak bize gerek yok söze, her bakış yüzünde bu ayrılık kokuyor. Kalbimde çölde aşk, yangınlar sönmüyor, ardından korkular dinmiyor. Yaşlardan bir gölde aşk ömrümden süzülmüyor, içimde dinmiyor.
Kalbimde çölde aşk yangınlar sönmüyor. Ardından korkular dinmiyor. Yaşlardan bir gölde aşk ömrümden süzülmüyor. İçimde dinmiyor. Geri dönüş olsa karşısına geri dönmez mi? Gidilen o yolda kaderi de yenmez mi? Gerçi aşksa bir bakışa değmez mi? Yalanı da olsam acısını silmez mi? Geri dönüş olsa karşısına geri dönmez mi? Gidilen o yolda kaderi de yenmez mi? Gerçi aşksa bir bakışa değmez mi? Yalanı da olsa acısını silmez mi? İndi sizin mahnınız geldi. Sevdiğime, öz qismətimə qovuşmaq üçün çox savaşdım, çox dəyişdim, yadımda demişdim. Mən bugünü gözlədim sənə görə. Sevmədim ki, səndən öncə səni tanıdığım bu illərə gəlincə boyandı hisslərim incə incə. Yaşadım sənə görə, sevdim sənə görə. Sənə görə bu dünyanın acısını çəkərəm, qışında, qarında güllər əkərəm. Nazına dözərəm, dözərəm. Çünki mən səni sevirəm. Sənə görə bu dünyanın acısını çəkərəm. Qışında, qarında güllər əkərəm. Sevə-sevə nazına dözərəm, dözərəm. Çünki mən səni sevirəm. Allah xoşbəxt eləsin. Öz sevdiyimə, öz qismətimə qovuşmaq üçün çox savaşdım, çox dəyişdim, yadımda demişdim. Mən bugünü gözlədim sizə görə. Sevmədim ki, sizdən öncə sizi tanıdığım bu illərə gəlincə boyandı hisslərim incə incə. Yaşadım sənə görə, sevdim sənə görə. Soloslar. Sənə görə bu dünyanın Acısını çəkərəm, qışında, qarında güllər əkərəm. sevə-sevə nazına dözərəm, dözərəm. Çünki mən səni sevirəm. Sənə görə bu dünyanın acısını çəkərəm, qışında, qarında güllər əkərəm. Sevə-sevə nazına dözərəm, dözərəm. Çünki mən solosları sevirəm. Çünki səni sevirəm. Nərmin xanım. Sənə görə bu dünyanın acısını çəkərəm. Qışında, qarında güllər əkərəm. Sevə-sevə nazına dözərəm, dözərəm. Çünki mən sizi sevirəm. Sənə görə bu dünyanın acısını çəkərəm, qışında, qarında soluslara gələrəm. Sevə-sevə nazına dözərəm, dözərəm. Çünki mən səni sevirəm. MTV Soloslar. Onu sənə görə yox, sizə görə çəkərəm. Əhsən, əhsən, bravo. Təşəkkür, təşəkkür, təşəkkür. Çox sağ olun. Təşəkkür, minnətdaram. Sizin hər birinizə bizim dəyərli qonaqlarımız və münsiflər Fəridə dəstək olduğunuza görə buyur. Siyahın var. Xeyr, siyahım yox. Rusifdən alardın da siyahını. Yox, mənə desə olanlar mənə bəsdir. Fərdin yerinə mən demək istəyirəm, mənim sinif yoldaşlarım
dostlarım. Çaydadırlar hamısı və yaxud hamısı cənubludular. Deyir ki, biz talış Çində. oxuyuq. Necə deyir? Qarabağlı balasına, Qazaxlı balasına səs verək, əlimiz gəlmir. Səs verin, mən balaşopana balama. Mən istəyirəm ki, Azərbaycan xalqından dəstək gözləyirəm. Rusivka. Qubadlıdan, 96 kəndindən, Qazanın bütün kəndlərindən dəstək gözləyirəm. Azərbaycanın bütün göl bölgələrindən dəstək gözləyirəm. Dayıların dayısı olan Zamik dayımdan dəstək gözləyirəm. Səsimi eşidirsənsə səsimə səs ver. Kamerayı. Bir də Samik dayımdan, əmilərimdən dəstək gözləyirəm. İnşallah ki, bu üçüncü dueldə də yenə qalib ikinci yer olaram. Elxan müəllim, qalib edəsiniz məni. Fərid, ay Fərid, mən biraz qorxuram, bilirsən nəyə görə? Niyə? Rusif demiş ki, mən qalib olsam sizi Astaraya aparacam. 9 dənə əmisi vurmaşı, hər gün birinin evində hər gün qonaqlıq edirsə 9 gün, yayımızın 9 günü təşkil olunub. Zamik müəllim də yazır mənə ki, Fərdin dayısı, bizdən İnsan Universitetini bir dönəmdə bitirir, 2000-ci illərdə. Deyir ki, qonaqlıq vermək istəyirəmsə, deyim, gözlük qoy, qalib olsun, sonra gələr ki, halal olsun. Mən yəni 9 gün bütün heyət, bütün texniki və yaradıcı heyət 9 gün tətilə çıxıb gedirik Astaraya. Astaraya gedirik. 9 gün. Operatorlar yüzü güldük. Çox təşəkkür edirəm. İnşallah ki, səsimə səs verəsiz, dəyərli izləyicilər. Buyurun, Rusif, hal-hazırda əziz tamaşaçılarımız bir daha son olaraq bir dəqiqə zəhmət olmasa mən son əziz tamaşaçılarımız bu dəqiqə bizim SMS-lerimizin faiz dərəcələrini diqqətinizə çatdırım. Fərid Əziz 12,63%, Rusif Əzizov 14,48%. Yaxşı olar. Buyurun, Rusif buyurun. Uzaq ellərdən adım var, ünvanım var, dastanlara sığmayan şöhrətim var, şanım var. Uzaq ellərdə adım var, ünvanım var, dastanlara sığmayan şöhrətim var, şanım var. Qəhrəmanlar içində neçə qəhrəmanım var. Qəhrəmanım var, zaman şirəm Babəkər, Nəbiyəm Koroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Zaman şirəm Babəkər, Nəbiyəm Koroğluyam. Sən talış oğlusan, sən talış balasısan. Gölgələrin düşüncə, dəli dağlı qarımdır, Güralar dostum qanım, Kəzəşah damarımdır. Gölgələrin düşüncə, dəli dağlı qarımdır, Güralar dostum qanım, Kəzəşah damarımdır. Can əlli istəsən, istə ey dostlarımdır. Can dərmanı istəsən, istə ey dostlarımdır. Torpağım bol, suyum bol, aramlıyam, dağlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Torpağım bol, suyum bol, aramlıyam, dağlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Azərbaycan elimdir, doğma əziz dilimdir. Düşməni bağlayansın, Qarabağ vətənimdir. Mərd oğlu var, qızı var, Azərbaycanın parlayan ulduzu var, Azərbaycanın. Mərd oğlu var, qızı var, Azərbaycanın parlayan ulduzu var, Azərbaycanın.
bu yerdə qalmasın. Sənin ulduzun inanma heç kəsə. Qoyma yolumuzu yalan bəhtan kəsə. Vuruldum özünə, o şirin gözünə, şəfşirin sözünə, niyə yox deyirsən? Vuruldum özünə, o qara gözünə, məhdazam sözünə, niyə yox deyirsən? Niyə yox deyirsən? Niyə yox deyirsən? Məhdazam sözünə, niyə yox deyirsən? Niyə yox deyirsən? Niyə yox deyirsən? Məhdazam sözünə, niyə yox deyirsən? Vuruldum özünə, o şirin sözünə, qahqara gözünə, niyə yox deyirsən? Vuruldum özünə, o qara gözünə, məhdazam sözünə, niyə yox deyirsən? Niyə yox deyirsən? Niyə yox deyirsən? Məhdazam sözünə, niyə yox deyirsən? Niyə yox deyirsən? Niyə yox deyirsən? Məhdazam sözünə, niyə yox deyirsən? Təşəkkür, təşəkkür. Deməli bizim verilişimizdə birinci cərgədə, birinci sırada, birinci yerdə bir nəfər əyləşib, çox bahalı da bilet alıb. Reklamlardan sonra soruşacağıq, görək əhvalı necədir? Əziz tamaşaçılarımız, bizi hər zaman Günel xanım dəvət edir. Xudafərin teatrını bilirsiniz ki, rəhbəridir. Bizə yer verir, biz əyləşirik birinci cərgədə, birinci sırada. Bugün ona yer vermişik. Özünüzü necə hiss edirsiniz? Birinci cərgə, birinci sıra, birinci yer. Həmişəki kimi. Əhval-ruhiyyə yaxşıdır? Çox Bir də gözəl. favorisi Fəriddir də, hə? Bəli, bəli. Fəridə səs verirsiniz. Bəli, səs verirəm. Və buradan tamaşaçılarımızı salamlayıram və bizim münsiflər heyətini salamlayıram. Xoş gəlmişsiniz hər biriniz. Və iştirakçıları uğurlar diləyirəm. Nurayna xanım, çox sağ olun ki, bu cür şərait yaratmışsınız. Xoş gəlmişsən, biz burada yatıb qalırıq gecə gündüz. Əslində sən xoş gəlmişsən bizə. Mən Nərmin xanım gəlib də, yəni ki, bizim Nərmin mənim ürəyim starımdır da, yəni ki, bir nömrəli starımdır, xoş gəlib. Və iştirakçılara da uğurlar diləyirəm. Təşəkkür. Sizə də çox təşəkkür edirəm ki, bu cür layihə etmişsiniz və bugün gənclərə dəstək verirsiniz, var olasınız. Təşəkkürlər. Gənclərimizə dəstəyi verən MTV Azərbaycandır mənim əzizlərim. Və mahnılarımızla davam edirik. Gəlsin sizdən gözəl bir mahnı. Bəli. Gəlsin. Nərmin xanımın yeni mahnısı işığınızı görüb, artıq platformalarda.
Təşəkkür. Əziz tamaşaçılarımız, gördüyünüz kimi ən gözəl sürprizlər yalnız hardadır? MTV Azərbaycanda və Solo Star yarışında. Və bu gözəl ifadan sonra mənə elə gəlir ki, əzizlərim, artıq biz 3-cü yerin qalibini elan etməliyik. Və sonuncu SMS-ləri sizə deməzdən öncə diqqətinizə çatdırmaq istəyirəm ki, dəyərli gənclər, ümumiyyətlə yaşından asılı olmayaraq istedadına güvənən, MTV Azərbaycanın səhnəsində çox milyonlu tamaşaçılara özünü sevdirmək istəyənlər, istedadınıza güvənirsiniz, buyurun, biz sizə bu şəraiti yaradırıq. Bu şəraiti sizə MTV Azərbaycan yaradır mənim əzizlərim. Ona görə özünüz haqqında, istedadınız haqqında qısa bir videonu bizim WhatsApp ünvanımıza göndərirsiniz. 051 589 29 43 nömrəsi ilə əlaqə saxlayırsınız. Ola bilər ki, siz növbəti Solo Star istedadlar yarışının qalibi olarsınız. Və əziz tamaşaçılarımız, bu dəqiqə üçün mən SMS faizlərimizi diqqətinizə çatdırıram. Bu artıq final son deyil hələ, yox. Vaxt verəcəyik. Əziz tamaşaçılarımız, bu dəqiqə üçün mən SMS faizlərini diqqətinizə çatdırıram, amma son olaraq biz yenə siz tamaşaçılarımıza neçə dəqiqə? 5 dəqiqə kifayət edir. Nurhanə xanım, uşaqlar nətər ürəkdən ifa elədilərsə, Ozal qardaşımızın sintezatorı da yandı. Ozal da çıxdı arada. Allah qorusun bizim musiqiçilərimizi, dəyərli musiqiçilərimiz, sizə çox böyük əziyyət çəkirsiniz. Çox təşəkkür edirəm sizə. Hal-hazırda əziz tamaşaçılarımız 11,76% bir iştirakçımızdadır. Digər iştirakçımız da 20,26%'dir. Aralarında fərq. Mən 100% əminəm ki, mikrofonla. ver onun zəhmət olmasa. Mən 100% əminəm ki, burada cənub zonasının desəm böyük rolu var. Azərbaycanımızın bütün bölgələrindən bizi izləyirlər və dörd bir tərəfdən bizim iştirakçılarımıza SMS-lər göndərirlər və hal-hazırda Fərid Əziz 11,76% Fəriddədir və Rusif Əzizov 20,31%. Amma əziz tamaşaçılarımız, bu son deyil, öpüşüb görüşmüyün. Ölürsünüzsə qucaqlaşmaq üçün, bu son deyil. Hələ bizim qonaqlarımız oxuyacaq, Aydan oxuyacaq. Və əziz tamaşaçılarımız, mənə elə gəlir ki, biz hal-hazırda SMS-lərimizə stop deyək. Amma əziz tamaşaçılarımız, 5 dəqiqədən sonra biz açıqlamanı sizin diqqətinizə çatdıracağıq. Bir ifa istəyirəm. Sazımız, sözümüz, soy kökümüz. Özü də bu Novruz günlərində gəlsin o gözəl sazın havası. Buyursun. Rəfqə xanımdan gözəl bir ifa gəlir mənim əzizlərim. Sarındır keçir
Teşekkür. İstedadların yarışı Solostar davam eder. Məftuni olmayıb könlüm heç kəsin. Ay xumar baxışlım səndən savayım. Sığındı 5 günə ay balam bir pay görmədim. Alqışlar. Dumanız havayı, tenlez havaya İnsan cavanlıqda şərəfşan gəzir. Hər kəsin bir ada ehtiyacı var. Elə ki ağardı saçı, saqqalı, atanın övlada ehtiyacı var. Yaş gəlib yetişir 50-yə, 100-ə. Ürək həssas olur əyriyə, düzə. Ağzın bir dada, gözün bir üzə, qulağın bir səsə ehtiyacı var. Tələsmə bir məqam düşsə əlinə. İnanma dünyanın gəl ha gəlinə. Arvadın uşağa, qıza, gəlinə, kişinin arvada ehtiyacı var. Vahid aşıqsa Məcnun dilə yazmayım bana. Vahid aşıqsa Məcnun dilə yazmasın. Ay gəlsin etsin bu gözəl şuxu tamaşa görsün. Sevrəm mən sərcənan gülünə qədəri. Eylənə mahmutəqə bülbül şəqə qədəri. Yeni Yasrin, yeni Mecnun diyenler mənə Yeni Yasrin, yeni Mecnun diyenler mənə Bildilər istəyirəm mən səni eylə qədəri. Ay duman gel gel ay balam bu dağlarda. Dağlar yeri var eylesin, dağlar yeri var eylesin, ay eylesin. Ay Və əziz tamaşaçılarımız, hal-hazırda biz Solostar'ın 3-cü yerin qalibinin adını açıqlayacağıq. Diqqətiniz bizdə olsun. Həyəcanlı anımız gəldi, çatdı. Və siz tamaşaçıların göndərdiyi SMS-lərin sayəsində biz 2 iştirakçımızın SMS faizlərini diqqətinizə çatdıracağıq. 11,66% və 21% tamına. Və Solostar yarışının 3-cü yerinin qalibi 11,66%-lə Fərid Əziz.
qonağımız Fəridi hər kəs təbrik edir. Fərid, uğurların bol olsun. Yəqin ki, ürək sözlərin olacaq. Buyur, həyəcanlısan bilirəm. Hamımız həyəcanlıyıq. İlk öncəliklə Nurana xanım, çox sağ olun. Siz bizə həm ana oldunuz, həm bacı oldunuz, həm yəni həqiqətən qurbanolsunuz. Elxan müəllim, böyüyümüzsünüz, Şaiq müəllim, böyüyümüzsünüz. Təzəgül xanım. Təzəgül xanım, arxa kadrın ən gözəli. Təzəgül adı ilə özü güldür. Mən həqiqətən çox sevindim MTV-yə, yəni MTV-yə dərin təşəkkürlərimi bildirirəm ki, bizə şərait yaratdı. Biz gəldik burada öz istedadımızı bildirdik. Nurana xanım, layihə rəhbəri olaraq sizdən bundan da artıq layihələri arzu edirəm ki, səsiniz hər zaman yüksəklərdən gəlsin. Mən indiyə kimi dəstək olan balacaların əllərindən, böyüklərin də gözlərindən, əllərindən, nə bilim öpürəm də, yəni çox sağ olun. Üçüncü yerin özü də bir qaliblikdir də. Yəni onsuz da Rusif qardaşım, sənə dərin, yəni sənə bir qucaqlayım. Aydan qızım, sənə də var. Mən onu demək istəyirəm ki, zaten Rusifdir, Aydandır, mənəm. Üçümüz də qalibik. Üçünüz də qalibsiniz. Elxan mənim nədəsə kövrəlir. Elxan mənim nə görürəm, seçəmə getmirlər, buradadılar. Və mənim əzizlərim, bir daha diqqətinizə çatdırıram. Bugün biz Solo Star yarışının artıq 3-cü yerinin qalibinin adını açıqladıq. Amma mənim əzizlərim, gələn proqramlarımızda 2-ci yerin və 1-ci yerin qalibləri kimlər olacaq? Onu görəcəksiniz. Daha sonra isə biz təmtəraqlı surətdə 3-cü yerin, 2-ci yerin və Solo Star'ın qalibinin təqdim etmə mərasimini, mükafatlandırma mərasimini sizin diqqətinizə çatdıracağıq. Nurana xanım, İrəliyən günlərdə. finala Şaiqlə Elxan qaldı. Yenə finala. Aydan və Rusi. Belə. Zamik dayı, qurun haqqı, yəni sən mənə çox dəstək olmusan, var ol, qurban olsun. Yəni mənə etdiklərinin hər birini Allah balalarımın... Bəli, Allah mənə edən dəstəkləri balalarımıza qabalasın. Sonda əziz tamaşaçılarımız, Aydan sən də kövrəlmisən deyəsən, mənə elə gəlir ki, onların ikisi də həyəcanlıdırlar. Elə sənin mahnınla bugünkü proqramımızı bitirəcəyik, amma hər kəsin ifasını istəyirəm. Mənim qızıma qalibi gəlsə ömür boyu bağışlamaram. Mən də hər birinizə, mənə dəstək olana hər bir kəsə təşəkkür edirəm. Sən mənim yerim canımsa, bu da mənim qızımdır. Var olun. Hər kəsə uğurlar. İstəsən Solo Star'da əbədi qal sənə qurban. Ay bu qala daşlı qala, şıngıllı daşlı qala, qorxuram gəlməyəsən, gözlərim yaşlı qala. Daşlı qala, çöngül daşlı qala.